Axşamın xeyir əzizlərim. Mən Məmmədov Vaqif İslamoğlu Ağdamlıyam. 75 yaşım var. 1949-cu ildə Ağdam şəhərində anadan olmuşam. İstəyirəm ki, sizə bir söhbət eləyəm. Amma əvvəlcə hər bir şeyin bir başlanğıc nöqtəsi var. Muğamda da var o, bərdaşt eləyirlər. Onu bərdaştını eləyəm ki, sonrası düzgün gələ. Bir günləri Molla Nəsrəddin rəhmətlik gedir bazardan bir dənə inək alır. Bu inəyin o qədər gözəl buynuzları olur ki, haçalanır, gəlir belə bir dairə şəklini alır, 2 dənə buynuz birləşir. Elə Molla Nəsrəddin baxır, deyir, biraz buynuzlar böyük olur. Deyir, Allahın hatta bu buynuzun arasından bir keçəydim mən. Bu inəyin buynuzunun arasından. Mən bu Molla Nəsrəddin lətifələrin uşaq vaxtı oxumuşam, indiyə qədər çox yadımdadır. Deyir ki, kaş bu inəyin bu buynuzunun arasından keçəydim. Bir deyir, 2 deyir, inək ot yeyəndə görür ki, başı nəydi aşağı. Yenə ürəyindən keçir ki, Allahın hatta bu inəyin başının, buynuzun arasından keçəydim. Bir gün nətər olursa da deyir, yox, mən ölmək var, xırıldamaq nədir, öldü var, döndü yoxdur. Bu inəyin buynuzunun arasından mən keçəcəm. Nətərsə inək elə başını əyib aşağı ot yeyəndə birdən girir buynuzun arasına, 2 əlli istəyir ki, bu o tərəfdən çıxsın, buynuzun arasından. İnək bunu götürür, sağa vurur, sola vurur. Molla deyir, yox. Ürəyində fikirləşir, yox, mən buradan keçməliyəm mütləq. Bir təhər keçir, amma da inək bunu nə günə qoyursa, tam bunu bir ölümcək vəziyyətə salır, ölümcül vəziyyətə salır. Nəysə keçir də bu buynuzun arasından keçir. İndi 1-2 gün yatandan sonra biraz babatlaşanda deyir ki, ilahi, nə yaxşı oldu, mən o buynuzun arasından keçdim. Öldümsə də, amma ardıma çatdım. İndi mən neçə vaxtı fikirləşirdim ki, vallahi hamı getdi Qarabağa, mən də Qarabağlıyam. İndi yaşım 75 olsa da, la belə çağırsaydılar da, niyə ki, mən o sözdən ötürü mən bir dənə televiziya filmi də çəkilib məndən ötürü ki, deyirəm, kimin nə sənəti varsa getsin hərbidə eləsin ki onun. Əgər qarmon çalırsan, get hərbidə çal. Maşın sürürsən, get hərbidə çal ki, sürkü vətənimiz işğalda olmasın. İndi elə yenə 75 yaşım olanda da məni çağırsaydılar, düzdür, cavanlar getdi, hamısını elədi, komandirlər, başda prezident olmaqla Allah hamısını salamat eləsin, şəhidlərə Allah rəhmət eləsin, qazilərə can sağlığı, polisləri qorusun, hərbiçiləri qorusun. Onların səyəqəsində indi Qarabağ alınıbdır. Mən də elə hər gün deyirəm, ay Allah, mən nətər olaydı ki, bir gedib mən də Ağdamı, Şuşanı, Xankəndini görəydim. Planlaşdırdım, getdim. Avqust ayının 3-də də maşın aldım. Dedim, bir gün gedərəm, səhər gedərəm. Nətər oldusa alınmadı. Ayın 25-i elə oldu ki, 24-cü günü çıxdım. 25-i noyabr 2025-ci ildə getdim, çıxdım Ağdama. Ziyarət elədim, Meşədə də ziyarət elədim. Ondan sonra indi videoları bir-bir qoyacam, baxın və qiymət verin ki, mən o Molla Nəsrəddin demiş, öldümsə də arzuma çatdım. Biraz yolu çətin oldu, iş gedir, bütün hamısını qiymətləndirirəm ki, bütün dövlətimiz, insanlarımız, hamı çalışır ki, orada yeni quruculuq işləri görsünlər, biz də gedək təzdən orada yaşayaq. Allah hamını salamat eləsin, başda bizim prezidentimiz olmaq şərti ilə. Onsuz bu işlər qəti alınmazdı. Ona görə ki, onun fədakarlığı, onun cəsurluğu, prezidentin uzaq görənliyi, diplomatiyası
hamısı bu işi təşkil elədi. Sağ olun, var olun. İndi mən gedib oradan çəkdiyim videolardan sizə göndərəcəm bir-bir. İndi bu müqəddəmə idi də, musiqidə də bir bərdaşt söhbəti var. Bərdaşt elədim ki, yəni ki, biləsiniz ki, bax, mən nəyi göstərəcəm sizə. Nətər ki, getmişəm, nətər ki, orada görmüşəm, qarmon çalmışam, ondan sonra gedib çıxmışam Cıdır düzünə. Orada da cəmaat yığılıb başıma, orada video çəkdirmişəm, eləmişəm. Hamısını bir-bir göstərəcəm ki, görməyənlər də görsün ki, bizim nə gözəl yerlərimiz var, nə gözəl insanlarımız var. Ondan sonra bizim ordumuz, bizim rəhbərimiz, bizim şəhidlərimiz, Allah rəhmət eləsin, nə tər işlər görüblər. Heç o ağla sığmayan işlərdir ki, Allah bizi bir də sinsitməsin, bir də bizi çətin işlərə salmasın. Sağ olun, var olun. İndi videoları qoyacağım, bir-bir sırayla baxarsınız.